edəsiniz, şu an. neyinirsiniz? Yəni bu nə istəyirik? Baxsa videomuza baxırsınız, çox maraqlıdır. Hə, çox maraqlı oldu. Deməli, bu günləri Mən çəkdim. Dərsdən çıxandan sonra həqiqətən çox maraqlı idi. çox maraqlıdır. Deməli, indi nə edirik? Suallar videosu çəkirik, sizə demişdik. Abur-cubur yeyə suallar videosu. Tamam. Daşlarına baxın bir şey. Ya şeylerde gece yok benim şeylerde gece partisi onu yapacağım. Yox, yine abur-cubur videosudur bu. Başla. Hemen. Deməli, mən iç sualımı verirəm. İç sualımı verirəm. Baxma. Adın nədir? Türkan. Soyadın. Əsgərli. Ən sevdiyin rəng. Rəng. Yaşıl, pəmbə. Ən sevdiyin şirniyyat. Abur-cuburdan. Adı Bilmirəm. şirniyyat. Tort, keks belə. Yeyirəm də, nə bilim, bilmirəm. Qarınquludur, hər şey sevər. Yeyirəm. Bəzilərəm tort yeyirəm, bəzilərəm yeyirəm. Yaşın neçədir? 13. Neçənci ildə doğumsan? 2013. Ad günün. Yanvarın 5'i. Yanvarın 5'i 13 yaşın olacaq. Tamamdır. Olacaq. Tamamdır. Yanvarın 5'i 13 yaşıma girəcəksən. 13 yaşımı tamam edip 14'e çıkacağım. 5'indən sonra. Neyse sualı versen 13 yaşımı tamam edip 14'e gireceğim. Hı, yaxşı. Bildim sən. Ən sevdiyin YouTuber. Ne? Ən sevdiyin YouTuber. YouTuber deyincə baxdıqlarıma deyim. Yox, ən sevdiyin. Aliyevaya baxıram, Ophelia ailəsinə. Bir də Gözəl Tacir ailəsi var, ona baxıram. Aralarında ən sevdiyin. İkisi də. Aferin. Ən sevdiyin dərs. Hamısı. Böyüyəndə nə olacaqsan? Müəllimə. Nə müəlliməsi? Azərbaycan dili, ədəbiyyat. Ən sevdiyin maşın tərzi. Çanqal. Hə? Çanqal. Ən sevdiyin heyvan. Heyvanların hamısı qəşəngdir. Ən çox qorxduğun heyvan. Qorxdum. İlandan hamı qorxur. O heç. Mən də biraz qorxuram. Mən də. Mənim qurbağa. Qurbağa. Mənim üçün pis, hörümçəkdir, qurbağadır. Dostlar, bir dəfə bir il etmişdik. At günüydü desən, hə. Siz də oradaydınız. Hansı bir? Xala Azat var idi. Bilmirəm, nəsə danış. Hə. Oturmuşduq. Xaladır, xalı uşaqlarındır, zatdır. Təbəli ayağımın üstündən bir dənə siçan keçdi. Ürəyim elə patladı dostlar. Qışqırığım götürdü evi. Allah siçanlardan qorxuram. Mən, yəni bunu deyim ki, hörümçəkdən qorxaram, qurbağadan üç kimi qorxaram. Bilmirəm, nə bilim. Danış. Mən qurbağadan o qədər də qorxmuram. Bilmirəm, necəsə uşaqlıqdan mənə şey yaranır qurbağaya qarşı. Qorxuruq. Uşaq vaxtına hər bir adam qorxur bir heyvandan. Hə, ondan sonra danış. Bir dəfə də çox bir şey olmuşdu. Özümdən bir dənə danışım. Həyatda bizim ördək balalarımız, cücə balalarımız var idi. Sələli atla bir dənə danışım. Bir təbəli, ay. Deyə bilmirəm o sözü. Ay, cücə ayağımın altında qaldı. O cücə nə yaxşı çölmədi ya. Elə qışqırdım. Özümü öldürdüm ki, indi bu cücəyə bir şey olacaq, ölürdüm çünki.
Həm də öz düzəm idi. Hatta şeydi, Kürşan. Yaxşı. En sevdiğin içki. Mənim Ha. Fanta içirəm, kola içirəm, Sprite içirəm. Day nə bilim nədir? Deyirəm. Ən çox Fanta içirəm. Yoxsa mən koladan zəhrəmim gedir. Kola arada, rit qalda. Ən çox Fanta içirəm. Pepsi'dən zəhrəmim gedir. Mənki bir dənə meyvə suyuna bir dənə Fanta qutardı. Danış. Deyəm. En sevdiğin şehir. Azərbaycan, yəni bütün şəhərlər çox qəşəngdir. Hamısını sevirəm. Bakıda evim var deyə, öz evimiz Bakıda var deyə orada qalıram. Ben duran. Ora qəşəng. Ölkə. En sevdiğin. Azərbaycan. Bir də Türkiyə. Kəndin. En çok sevdiğin kənd. Şu an Ha. Ben bilirəm sığıncaq zat deyər. ən sevdiyim kənd. Məsələn, indi Sığıncaqda da evimiz var deyə, Sığıncaq kəndində. Oranı da xoşlayıram yəni. Yaxşı, en sevdiğin şey rayon. 50 dəfə dedim. Bütün şəhərləri, bütün raylar çox qəşəngdir. Ən sevdiyim falan bilmirəm, yoxdur. Yaxşı. En çok sevdiğin meyve. Ən çox sevdiyim alça. Ölürəm ben de. Ən çox sulu, duza batırıb yemək var ha, ölürəm. En sevmediğin. Dayanmışam. En sevmediğin. Dostlar, bir videonu dayandırmalı da adamlar keçirdi, hüzürdü bura. Ha, Hüzür yoxdur, yalan deyil. hüzür değil orada. Mən nə bilim, Adam var idi orada bayaqlar. Hüzür səsləri eşidildi. nə bilmir. Tatlı qruplar. Nəşəm? Baxdığın gələndə gördüm. Danış. Sual ver. Ha, en sevmediğim meyve. Alman ret qalda yeyərəm. Nə belə deyim, Almanı ret qalda yeyərəm. Benim en sevdiğim meyve bilsin adı. Mandarinle karaloktu. Xurma. İçi qara karalaksın ölürəm. Məndə. İçi qara. Ümumiyyətlə meyvələrin hamısını yeyirəm. Almanı ret qalda yeyirəm. Amma Mən ən çox bir dənə- sevdiyim alçadı, onu bilir. Bir də içi qara karalok, sonra yumşaq karalok. Mən də ağzım Əla. üstə. Ben en sevmediğim meyve bilsin sıraya. Adını deyə bilmirəm. Diktam. Deyim. Alma. Bir de armut. Nə bilim. Mən yeyirəm, amma ret qaldım. Sualı verəcəm. En sevdiğin abur cubur. Cips yeyirəm. Cips ən çox yeyirəm. İndi də cips yeyirik. Sulardan. Dedim də. Bayaqlar. Sulardan. Dedim də bayaqlar, dedim. Aha. Hmm. Yaxşı. En sevdiğin yemek. Ben abur cuburlardan jelibon olsun öyle. O Almışam. yüzden turşu. Almışam. Mən də Turşu. turşunu sevirəm. Jelibon almışam. Şeydir. Şala. Bakıya getmişəm. Bizə yəni gəlmişdi. Ha, 14 günlük. Hər görə? Bilmirəm. Tətildə atan yanı idilər. Hmm. Her gün turşu. Öldüm daha turşu yeməkdən. Siz bir dəfə də sizə gəlmişdik. Bakıya. Yo, masalıya gələndə. Yolda bəlkə 50 dəfə turşu aldırdım. Nəyi? Baxın, sizə bir söz deyim. Bizim Bakıda evimiz var, Bakıda qaldı. Bakıda qalanda xanım uşaqlar, batısı falan hamısı gəlir, bir dənə bu gəlmirdi. Bizə gəlmir bu, indiyə qədər bizə gəlmir. Merak edirəm bizə. Nə gəlmsən, gəl də. Kim gətirirsə mənə? Anın falan gəlir, xalan falan gəlir, bir də sən gəlmirsən. Danış. Gələrəm. Gələm. Aa! Turçanın evin görmə vlog. Ola bilər. Evimizi, yoxsa həyətin falan. Var.
bina evlərdir. Yəni kompleksdə binalar, həyəti parkdır falan. Həyətdə əyləncə blok. Bilmirəm, nəsə danış. Yemək. Dedim də Ən Kişra. sevdiyim. Makaron süzməsini sevirəm. Makaron süzməsi var, qatıq-qatıq. Masas gidip Nə? Uşaqlar. Adın deyəndə o qədər nəfsimdən keçir ki. Dolmanam, qatıq üçün ölürəm də. mən də dolma yeyərəm. Pizza plov da. Yəni onların hamısını yeyirəm uşaqlar. Amma Ən makaron xoşum. çox cücə plovla qatıq üçün ölürəm. Jilbon. Ən sevdiyim. Marshmallow da xoşduram. Maşqılı. Hə. Yaxşı. Ən sevdiyim göz rəngi. Yaşıl qəşəngdir, göy qəşəngdir. Yəni tam yaşıl, sonra belə açıq yaşıl falan, sonra Ən çox xoşuma gələn oğlan adı. Rənglər qəşəngdir əslində. Amma deyə bilərəm ki, Əli qəşəngdir, Murad qəşəngdir. Birini seç. Yəni ən sevdiyim demirəm, heç fikirləşməmişəm. Qız adı. Alisa. Alisa qəşəngdir, Nazlı qəşəngdir. Yaxşı. Dayandır biləm. Dostlar, videonu dayandırmalı olduq çünki yenə maşın zat, səs olurdu. Yaxşı, mən sənə indi bir dənə sual vereyim. Ən sevdiyin saç rəngi? Qara. Qara? Bir də küllü fason olar. Ən çox sevdiyin müəllimə? Müəllimə, Hə. öz müəllimələrimlə. Hə. Müəllimlərimi çox sevirəm, yəni hamısını. Amma ən çox sevilən deyə bilərəm ki, riyaziyyat müəlliməm, Azərbaycan dil müəlliməm. Adlarını Çox sevirəm. Riyaziyyat müəlliməm, Əsmər müəlliməm, yəni çox sevirəm. Oğlan müəlliməm var. Azərbaycan dil müəlliməm, çox sevirəm. Sonra kişi müəllimlərdən bizim tarix müəllimimiz var idi, Elməddin müəllim, çox qəşəng müəllimdir. Amma yəni bir illik işləyir deyə gedib, amma indi də tarix müəlliməm qadındır, Elmira müəllimə, onu da çox sevirəm. Bir də kişi müəllimlərindən coğrafiya müəllimi var, Fərəc müəllim, onu da çox sevirəm. Fərəc müəllim, tanıyıram onu. Həqiqi? Ha, görmüşəm. Neyirsən? Ha, buymuş. Danış. Dostlar. Rana müəllimə. Çox sevirəm. Çox gözəl müəllimədir məncə. Əsmər müəllimə. Bizdə də var o. Musiqi müəlliməsi. Onlar da var, onları da çox istəyirəm bizdə. Amma ən çox sevdiklərimi dedim. Mən də ən çox sevirəm. Əslində var, burada da qoymalı deyəm. Səyyarə müəllimə. Rana müəllimə. Əsmər müəllimə. Bəs Nəzakət? Nəzakət müəllimə? Nəsdir müəllimə. Hə, ən çox sevdiyim müəllimə. Nəzakət müəllimə ən çox sevirəm. Burada müəllimələr mənim başım keçəcək. Fidan müəllimə ən çox. Nüşabə. Fidanla Nüşabə ingilisdir müəllimimdir. İngilis dilcə ölürəm də mən. Salama nə deyirlər? Salama. Hello. O biri. Hi. Bir də var. Hi. Hi ilə haydır. Hi yazılır, hay deyilir. Aha. Yaxşı, uşaqlar, bir də ki, ən çox sevdiyim qohumlamalı ki, tezlərlə müəllimə. Uşaqlar, amma çox dərs sevirəm. keçib xalasını ona görə çox sevir. Ay yox, bu günləri bağçada onun o qədər uşaqlara nazik davranır. Uşaq sevgisi onda çoxdur. Məndə. Yaxşı, sizə də oğlanlardan da deyim. Akif müəllimə. Müəllimə. Akif müəllim. O iman dərsində istəyir. Həqiqi. Müəlliməsi. Əsnura.
Aslında adı nasıl? Ha Elmira müəllimə. Bizim Elmira müəllim tarix müəllimidir. Bayaq dediyim, onu da çox sevirəm. Hə. Dedim ha, qadın müəllimədir, onu çox sevirəm. Hə. Adı. Sonra deyim sizə ən çox, yəni kişilərdən bir də var şey. Boynum yəni uzanmışam elə bil burada. Hə. Deməli bir yanda müəllim mən kurtkamı yuturmadım. Üşüdüm. Həyə biraz soyuqdur. Ona görə Sığıncaqda soyuq. Deməli uşaqlar. Bir də ki, adı nə idi o müəllimənin? Vaqif müəllimənə müəllimədir bala, müəllimdir. Vaqif müəllim, Vüqar müəllim, bir də ki, Murad müəllim üçün, yəni can qurban. Ən çox sevdiyim müəllimlərdən. Nəysə, keç o bir suala. 2 saat müəllimdə qalmışıq. Dostlar, yaxşı. İndi mən ən çox sevdiyim oğlan adı, qız adı bilməmdə. Yaxşı, ən sevdiyim oğlan adı bir nədir? Bil nədir? Sənin. Çırpma. İnsan öz adını sevər. İnsan öz adını sevər. Hə, bəli, mən öz adımı xoş sevirəm məsələn. Yəni mən yəni oğlan adlarından deyim, birinci qız adlarından. Hə, yox, Oğlan adlarından. Oğlan adlarından ən çox sevdiyim ad Malik. Ona Malik oldum. Nə Maliki? Malik. Nə bilim, xoşlanmıram. Murad. Murad qəşəngdir. Məncə qəşəngdir. Bir də var şey, Ağ Hüseyn. Ağa Hüseyn? Hə. Qədim atlar uşaqlar. Bunun içində qədim atlar. Danış. Bağışlayın, həyətə biri girdi deyə videonu dayandırmaq zorunda qaldı. Hə, adı nədir? Hə, oğlan adlarını dedim, indi qız adlarından 2 dənədir. Birinci növbədə sənin adını çox bəyənirəm. İkinci növbədə o ikisi var idi, Ofeliya Eliyasında. Rabia. Hə, Rabia da qəşəngdir. Çox qəşəng Xoşlayıram mən də. Hə, bir də Çinara qutardı. Nəysə, denən də. Ofeliya da bəyənirəm. Hə, o da qəşəngdir. Denən sualları. Hə, salamı deyim. Yaxşı, gözlü görüm hansı. Bunu demişəm. Qutardı. Yox, hələ qalır. Hə, telefon var. Dedə. Deməyəcəm. Başqa sual. De. Şəxsi məsələdir, başqa sualdır. Telefonumun markası. Ay, bu nəysə, keç, başqa. Deyəsən bunun yox da. Ən sevmədiyin ailə üzvü. Ailə üzvü? Bu nə deməkdir? Başqa. Keç başqa suala. Ən sevdiyin ailə üzvü. Keç bu birisi suala. Dedə, hamısı dedə. Keç o birisi suala. Gözü görüb başqa hansı qaldı? Hə. Bir məktəbdə əgər biri sənə desə ki, oğrun neyniyərsən? Oğru, tutaram onu satırım, yolu yerə verirəm. Bir daha bu kız idi. Bu kıza ait idi. Ben oğlandan İngilizce. Mən təsəvvür yoxdur. Ha? Mən, yəni şeyəm, deyim. Mənə söz desinlər. Oğlan ne yazar? Oğlana da qəşəng şey verərəm, danış. Bəs də şəmaji Yalnız sözü deyirəm. Arka səhifədə qaldı. Əsəbləşirəm, ay Ha, yaxşı. Deyirəm, biri sənə desə ki, sən sevirəm nə deyərsən? qələt eləyər, başını dışa vurar, keç. Yaxşı, biri desə ki, anavişsə atavi kimi deyərsən? Nə? Anavişsə atavi. Əsəb, bu sualları vermədi mənə, keç o bir sual. Yaxşı. İkisini də. Dostlar, amma mən belə deyərdim ki, mənim Anası. üçün... Yox, anası? Hə, sən mənə oyna demişdin ki, anamı çox istəyir. Anamı da istəyirəm, atamı da istəyirəm. Hər ikisi öyrüşmə. Dostlar, deməli mən belə uçuram. Bir quş 2 qanadla uçur. Mənim də 2 dənə qanadım var. Biri anamdır, biri atamdır. Anam olsa mən uçamaram. Atam olsa mən uçamaram. Yəni hər ikisini istəyirəm. Yəni başımda sındıracağam bura. Keç o birisi. Yaxşı. Neçə yaşda evlənməli fikirləşirsiniz? Keç o birisi suala, əçirəm. Əsəblik eləyirsən. Qışqırtı oldu video sana Allah haqqı. Yaxşı. Neçənci binada yaşayırsan? Binamızın rəqəmi 14-dür, mərtəbədə 12-dir. 12-ci mərtəbədə qalırıq. Yaxşı. Neçə evin var?
Biri burada, biri də Bakıda. Yaxşı. Ev ünvanı. Abşeron rayon Saray qəsəbəsi. Mən buran deyirsən? Buranı yox, Bakıda qalmayı, qalmışdı. Hə, yox. Buranı deyirəm. Sən niyə şey deyirsən? Ev ünvanına qədər deyirsən? Deyirsən ünvanı. Mən də Deyirəm deyirəm ki, də. bu binada yaşayıram. Dedim də Abşeron rayon. Hə, yaxşı, Masaldakın de. Boş Masallı rayonu Sığıncaq kəndi də. Hə, Masallı. Ev ünvanı olacaq, ev düşsən, gəlib medal verəcəklər. Yaxşı, ən Hər sevdiyin, qədər videodan gedəcəm açıram. ən sevdiyin paltar markası. Mən nə bilməm. Geyindiyin paltarın markası nədir? Adidas falan geçəkdə. Hə, mən Yəni bahalı markalar. baxalım. Bizə deyəsən, Sintetika malı nəsə onun nəyə xoş deyim. Sintetika ucuz mal nəyə xoş deyim. dostlar, deyəsən bizim cibimizi boşaltmaq istəyir. Yaxşı, ən sevdiyin paltar rəngi. Sən hansı paltarı əynində olmanı istəyirsən çox? Hansı rəngdə? Fərqi var bunun. Qara geyirəm, qırmızı geyirəm, hər şey. Nə var? Mən mavi nə? Mavi də geyirəm, məndəki Mən mavi. mavinə qara olmayı daha çox istəyirəm. Yaxşı. Dəst paltarlar özü qəşəng, sonra kombin eləmək. Yaxşı, hansı takımlısan? Qarabağ, təbii ki də. Bir ürək, yüzcan. Yaxşı. Qarabağ izləyirsən? Bəli. Yaxşı. Onu səndən futbol haqqında bir dənə sual verim. Qarabağ ən axırıncı matçdır, nədir? Futbolda neçə xal yığmışdı? Bunu deyə bilərəm ki, keçən oyunda ayın 25-də 25 deyil. 26-sı idi, 25-də 26 idi. bilmirəm. O oyunda bizi biraz Qarabağ üzdü, amma Qarabağ çox yaxşı oyundu çünki dünya çempionatında oynayır və bu dünya çempionatına Neçə idi? Mən deyirəm, bu dünya çempionatına çıxmaq çox belə möcüzəli bir şeydir, yəni Dostlar, deməli orada çox yəni adam oldu. Qarabağın dünya çempionatına çıxmaq çox möcüzəli bir şeydir və çox qəşəng bir oyunlar oldu. Amma oyunçu oyunda biraz bizi üzdü, uduzduğu üçün 2 Uduzdu? hə 2 1 ya da 2-0 belə biraz şey oldu. Azərbaycan bir dəfə vurmuşdu. 2-1 deyəsən. Hə. Yaxşı, Azərbaycanın rəqibi kim idi? Azərbaycanın nə qədər rəqibi olub, hər oyunda bir rəqib olub. Axırıncısı. Axırıncısı Dinamo nə idi? Dinamarka, Amerika. Dinamarka deyildi. İtaliya Dinamarka idi. Nədir? Belə bir dənə ad Bilmirəm, idi. belə bir Danimarka ad idi. İtalya. Danimarka idi deyəsən, hə. Hə. Yəni belə qədər, bu qədər. Dostlar, bir də axırıncı toyuqlardan verək, videonu qurtarırıq. Qoyun bu dəftəri. Mən bitirəm. Xeyir ola. Qaldır bunu. Çəksən mənə. Deməli dostlar, sadəcə videosu bitdi. Bugünkü videomuz bu qədər. Maçı bitti. Sağ olun. Like atıp yorum yazıp abone olmayı unutmayın. Unutmayın.